Qəlbləri qorxuya salan nədir? Sən hardan biləsən ki, qəlbləri qorxuya salan nədir? O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar. Dağlar isə didilmiş yun görkəmi alacaqdır. O, qiyamət günü nə vaxt olacaq deyə rişxəndlə soruşur. Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman o gün insan deyəcəkdir: hara qaçaq? Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. Haqq olan qiyamət. Nədir haqq olan qiyamət? Sən nə biləsən ki, nədir haqq olan qiyamət? Həmin saat hökmən gələcək, hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, mən onu az qala özümdən belə gizlədirəm. Sur bircə dəfə üfürüləcəyi, yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman, həmin gün vaqiyə qopacaq. Göy yarılacaq və həmin gün o süst olacaqdır. Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi zaman, boğaz dəvələr başlı başına qalacaqları zaman, vəhşi heyvanlar bir yerə toplanılacağı zaman, dənizlər alovlanacağı zaman, hər kəs öz tayına qovuşdurulacağı zaman, diri-diri torpağa bastırılmış qız uşağı soruşulacağı zaman, hansı günaha görə öldürülmüşdür, səhifələr açılacağı zaman, göy qopardılacağı zaman, cəhənnəm alovlandırılacağı zaman və cənnət möminlərə yaxınlaşdırılacağı zaman, hər kəs bugün üçün özünə nə tədarük etdiyini biləcəkdir. And içirəm qiyamət gününə, and içirəm peşmançılıq çəkən nəfsə. İnsan elə düşünür ki, biz onun sümüklərini yığa bilməyik. Mütləq yığacağıq. Biz onun barmaq ucularını bərpa etməyə qadirik. Lakin insan bundan sonra da günah etmək fikrindədir. O gün yer və dağlar titriyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir. Xeyr, elə ki yer lərziyə gəlib parça-parça olacaq, sənin Rəbbin və səhv-səhv düzülmüş mələklər gələcək və o gün cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası? Cəmaat sənə o saat barədə sual verir. De ki, onu yalnız Allah bilir. Nə bilirsən? Bəlkə də o saat lap yaxınlaşmışdır. And içirəm şəfəqə, geciyə və onun ağuşuna aldıqlarına, bədirlənmiş 14 gecəlik aya, siz mütləq haldan hala keçib dəyişəcəksiniz. Sizə vəd edilmiş qiyamət mütləq vaqe olacaqdır. Ulduzlar sönəcəyi zaman, göy yarılacağı zaman, dağlar dağılacağı zaman, elçilərə vaxt təyin olunacağı zaman deyiləcəkdir. Bunlara verilmiş möhlət hansı günə qədərdir? Deyiləcəkdir. Ayırt etmə gününədək. Sən ayırt etmə gününün nə olduğunu bilirsənmi? Qiyaməti yalan sayanların o gün vay halına. Xeyr, əksinə, siz qiyaməti yalan hesab edirsiniz.
göy yarılacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman yer dümdüz ediləcəyi, içindəkiləri kənara atıb boşalacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman Rəbbinin əzabı hökmən vaqe olacaqdır. Heç nə onun qarşısını ala bilməz. O gün göy şiddətlə sarsılacaq, dağlar da hərəkətə gələcəkdir. O gün vay halına haqqı yalan sayanların, o kəslər ki, yalan bataqlığında əylənirlər. Vaqiyə qopacağı zaman onun qopduğunu heç kəs dana bilməz. Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxud. İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. Kafirlər o saat bizə gəlməyəcəkdir dedilər. De ki, xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o mütləq sizi haqlayacaqdır. Yer titriyib lərziyə gələcəyi zaman, yer öz yükünü bayra atacağı və insan ona nə olub deyəcəyi zaman, həmin gün yer öz əhvalatlarını danışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir. Məyər kafirlər o saatın qəfildən onlara gəlməsindən başqa bir şey mi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar? O gün göy parçalanacaq, Allahın vədi mütləq yerinə yetəcəkdir. Ey insanlar, Rəbbinizdən qorxun. Həqiqətən o saatın sarsıntısı müthiş bir şey olacaq. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqdır. Lakin Allahın əzabı hədsiz şiddətlidir.